Bu kadar asan olduğunu bence bilmirdi. Süt, su, yağ, duz, droj əlavə edib bunları hamısını qarışdırıb bunları tek yazacağım. Çox yumuşaq bir dənə xəmir yoğuru. Su və süt bu arada ılıq olmalıdır. Xəmiri qoyuruq kənara dincəlsin. Bu arada tərəvəzləri hamısını belə blenderdan keçiririk. Bir diş sarımsaq bəs eləyir. İstəsə çox da vura bilərsiniz. Ətiniz mütləq yağlı olmalıdır. Soğan da belə keçirilənsə bir azca sıxıb suyunu çıxara bilərsiniz. Ədviyyatda zövqə görə. Bu reseptin içində olan hamısını ədviyyatda tek yaşada qeyd edəcəm. Xəmir bu qədər acıyandan sonra balaca kündələ eləyib kənarda gözlədim ki, daha yaxşı acısın. Uzunsov formada açın və ya əlini açıb forma verə bilərsiniz. Hazırladığım içliyi bol-bol. Mən bol eləmişdim. Biraz seyrəkdə vura bilərsiniz, heç bir problem yoxdur. Pide formasını verirsiniz, əllə dartıb uzada da bilərsiniz. Pideni götürməyin ən rahat formasını sizə göstərirəm bu arada. Kənarlarını yumurta sarısı və süt qarışımı ilə hər yerinə çatdırırsınız. Belə 200 dərəcədə alt üst rejimdə yaxşı bişəndən sonra kənarlarını yağlama yaddan çıxarmayın. Mən pendirli və qiyməli 2 dənə variantını elədim. Çox ləzzətli alındı. Hazırlayacaq olanlar nuş olsun.